Salam güzel kızlarım. Həmişəki kimi gözəl həmlələrim yanımdadır. Yüzləri gülür və biz sevinirik. 8 ildən 16 ildən sonra şükürlər olsun həmlələrimiz davam edir və hər şey yaxşıdır. İlk növbədə istəyirəm başlayım Ayşan xanımla. 16 ilin həsrətinə bir kursuna son qoyduq. Problemləri çox idi. Ona baxmayaraq həmləliyimizdə çətin keçir hal-hazırda. Ona baxmayaraq 27 həftə çatdıq və sevinirik. Sizi təbrik edirəm. Çok sağ olun. İnşallah şüphemiz de var çıxar. Möcüzə balımızın doğulmağına artıq az qalıb. İkinci həmləmiz Aydan xanım 8 ildən sonra 3-cü dəfə ana olmağa hazırlaşır. Qızımızda hormonal problem idi, folikul problemi idi və 2-3 kurs müalicə nəticəsində 3-cü həmləliyimiz oldu. Hal-hazırda 23 həftəyə çatdıq. Sizi təbrik edirəm. Çok sağ olun doktor. Allah razı olsun. İnşallah axıra kimi sevinəm. Bəli. Növbəti qızımız Elvina. Elvina 3 ildən sonra həmlə olub və əsas diaqnoz yumurtalıq polikistoz sindromu, hormonal problem, folikul yetişmirdi və müalicəmiz olub 1 il. 1 il müalicə nəticəsində həmləlik baş verdi, həmləliyimiz çətin keçdi. Bugün qızımız paketdən keçib və ana olmağa hazırlaşır. Çok sağ olun doktor. Yaşlılar. İnşallah sağ-salamat canlılar. İnşallah. Növbəti qızımız Gülnarı çıxamız 8 ildən sonra ikinci dəfə ana olmağa hazırlaşır. 2-3 dəfə inşaatdan qalmalar oldu, müalicə elədik. Bir evdə qızımız var, sonra təkrar gəldi. Sonra qusur olmuşdu, sonra təkrar inşaatdan qalma, sonra gəldi təkrar müalicə elədik və hal-hazırda həmləliyimiz uğurludur. Sizi təbrik edirəm. Çok sağ olun doktor, her şeyi görürüm. İnşallah sağ salamatlıkla canlılarım. İnşallah. Növbəti bizim gözəl həmləmiz Ülker xanım 3 ildən sonra ilk dəfə ana olmağa hazırlaşır. Qızımız 26 həftəyə çatıb və əsas problemləri 36 yaşı var idi. İlk həmləlik olub, amma down idi, qusurlu idi. Sonra gəldi yanıma müalicəmizi elədik, həmləlik həddi baş vermirdi. Hormonlarında problem, antimeliyo problemi və s. Şükürlər olsun. Hal-hazırda 25-26 həftəyə çatdıq və həmləliyimiz davam edir. Amma bu dəfə həmləliyimiz çətin keçdi. Qanaxma var idi, düşük riski. Demək olar elə qızlarımızda hamısında belə. Her şeye göre çok sağ olun. Artık demek olar ki bizi de az kalıp yani 6 ay falan oldu. 7. ayı geçecek. Her şeye göre çok sağ olun. Çok yaxşı bir yani maraqlandınız. Yani çok şadım ki yaxşı ki bura geldim. İnşallah axıra kimi çatasız qızlar hamımız, hamımızın üzü axıra kimi gülsün, istəyənlərə də qismət olsun, hamısı bu gözəl anları yaşasınlar.